Adı Vətən müharibəsinin qızıl salnaməsinə düşən, qızıl adam kimi tanınan qəhrəmanımız Azərbaycan ordusunun polkovnik leytenantı Qərib Baxşəliyev. Əslən Laçından olan Qərib Baxşəliyev Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şərəfli ölümü özü seçən şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub. Bütün vətən övladlarının müqəddəs ruhu qarşısında baş əyirik. Fəxr edirik ki biz qalib bir ölkənin vətəndaşıyıq. Ölüm sevinməsin qoy, ömrünü vermir vada, el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaq dünyada. Severək yaşayanlar, sevilərək ölənlər. Qərib Baxşəliyev əsir düşməmək üçün son gülləsini özünə sıxıb. Onu tanıyanlar qəhrəmanımızın şəhid olmasına hələ də inana bilmirlər. Elə bu igidi xalqımıza bəxş edən ata da belə düşünür. O qədər fəxr edirəm ki, bir belə millət mənim oğlum üçün gəlib. Bunun özünün o hünərinə, özünün qabiliyyətinə gəlib hamısı bura. Onu mən saat 9-dan sonra evə buraxmırdım. Derdim ki, birdən qoşulur uşağa. Halal olsun ona, verilən süd də, tərbiyə də. 25 illik hərbi fəaliyyətini şəhidliklə tamamlayan Qərib Baxşəliyevin ailə üzvləri də çox qürurludur. Vətən sağ olsun, Qarabağ Azərbaycandır. Mən atamla fəxr eləyirəm. Vətən sağ olsun, Qarabağ Azərbaycandır. Qardaşıma baxıram, bu zirvəyə qalxıbdır. O cənnətdədir. Minlərlə cavanlarımız belə şəhidlik zirvəsinə qalxıb. Biz hər birimiz onların qarşısında baş ərib. Yaxınları hələ sağlığında böyük hörmət, ad-san qazanan qəhrəmanımızın çox qayğıkeş, mərd və dürüst insan olduğunu deyirlər. Biz Qərblə uzun müddət bir yerdə xidmət eləmişik. Qərbin necə zabit olmağını, bugün Azərbaycan ordusu sıralarında xidmət edən, sizə desəm, ən azı bir 3000-4000 zabit yetişdirmələri var. Və onun necə qəhrəman, necə qayğıkeş, necə bir gözəl insan olduğunu bütün burada yığışan insanlar hamı görmüş. Bakıda da olsa da əsli Laçın rayonundandır. Hər dəfə əlaqə saxlayanda da çatırıq, torpağımıza çatırıq. O hər zaman bayraq, torpaq, vətən bu adamın qanında, bu adamın elə həyatını bağlamışdı bu sahəyə və son yeri də gördüyümüz kimi. Baxın, görün, 3 övlad əmanət qoydu, 4-cüsünü isə gözləyirik. İnanıram ki, bu övladlar böyüyəcək, atalarının yolunu gedərək, onlar da qəhrəman kimi Azərbaycan salnaməsinə qızıl hərflər yazacaqlar. Onlar bir yola etirsələr minlərlə qardaş, bacı, ata qazandı yanına. Biz həmişə onların yanındayıq. Bütün şəhid ailələri qarşısına bəş edirəm. Onlar bizim qəhrəmanlarımızdır. Biz bir xalq olaraq doğrudan göstərdik ki, biz bir yerdə güclüyük. Düşmən onun dirisi ilə bacarmayıb ölüsündən də qorxdu. Nə qədər ki, vətən torpağını qanı ilə yuyan belə igidlərimiz var. Vətən var olunca onların da adı daima zirvələrdə olacaq.